Belə bir toxunan tənliyinə aid misala baxaq. Deyirdi ki, A-nın hansı qiymətində bu düz xətt bu funksiyanın qrafikinə toxunur. Toxunur deyirsə, toxunanın tənliyi budur. Çünki deyir ki, bu toxunur. Deməli, bu toxunanın tənliyidir. Toxunanın tənliyində bilirik ki, toxunanın tənliyi düz xəttin tənliyidir. Kx plus b. Deməli, bizim burada k-mız elə 7-yə bərabərdir. K-nı tapanda biz bilirik ki, funksiyada törəməsini tapıb x0 qoyanda o elə bizə verir k-nı. Yəni k bərabərdir f şık 0-dır. Deməli, mən funksiyanın törəməsində x0 qoyanda k-nı alıram. O da elə 7-ni verməlidir. Ona görə əvvəlcə funksiyanın törəməsini tapıram. 7 üstü x-in törəməsi 7 üstü x elə 7. Onun törəməsi də 0. İndi f şık x0 gətirib x0 qoysaq 7 üstü x0 elə 7 bərabərdir k-ya, yəni elən 7-yə. Baxın, qoydum yerində x0'ı alındı. Elən 7-lər gedir. 7 üstü x0 bərabərdir 1-ə. 7 üstündə nə 1 eləyir? 0. Deməli, x0 bərabər 0. Deməli, bizim y bərabərdir 7 üstü x çıx 10 funksiyamıza çəkilmiş toxunanın tənliyini özü verib, elən 7 çıx 3-a. Hansı nöqtədə çəkilib bu toxunan deməli bu funksiya? x0 bərabərdir 0 nöqtəsində. Biz də bilirik ki, toxunanın tənliyi y bərabərdir f x0, üstə gəlinsin f şıx x0, x çıxılsın x0'a bərabərdir. x0 0 olduğuna görə gətirib hamısının yerinə x0'ların 0 yazıram. Y bərabərdir. Sonra bir də burada nəyə diqqət etmək lazımdır? F şık 0 bizə k-nı verir. Baxın, f şık x0 k-nı verir. Bax, bu k-dır bizdə. Bunun cavabı da nədir? K-nın cavabı da nədir? Elən 7-dir. Deməli, f şık 0'ı mən birbaşa götürüb həmişə orada o toxunan tənli f şık 0 k-da. Yəni, onun yerinə k-nın qiymətini birbaşa yaza bilərəm. Bəs x0'ın yerinə 0 yazanda f0'ı hardan tapıram? f0'ı tapmaq üçün funksiyada gətirirəm. X-in yerinə 0 qoyuram. X-in yerinə 0 qoyanda f0 bərabərdir 7 üstü 0 çıxılsın 10. 1 çıxılsın 10, o da olur -9. -9 üstə gəlinsin, elən 7 vurulsun. Nə? X çıx 0, yəni x vurulsun x. Onu da qarşıya yazıram. X elən 7. Bax, bu oldu bizim toxunanımızın tənliyi. Şərtdə də bunu vermişdi mənə. Baxın, x elən 7 çıx 3-a. X elən 7 çıx 9. Deməli, x elən 7 hissələri eynidir. Çıx 3-a, yəni çıx 9. Deməli, -3-a da -9-dur. A da nə olur? 3. Cavabımız olur 36-cı sualda